Millətin tarixində həmişə mətbuatın rolu əvəzsizdir. Söz hər şeydir. Tanrı da nə yaradıbsa sözdən yaradıbdır. Və bütün millətə, bütün xalqımızın xilasında ədalətin yaradan, ədalətin yanında olan mətbuat işçilərinin hamısını təbrik edirəm. Bayramınız mübarək, hörmətli söz insanları. Bayramınız mübarək, haqq ədalət çarçıları. Bayramınız mübarək. 1875-ci il iyulun 22-sində Azərbaycanın görkəmli maarifçi demokratı, təbiətşünas alimi Həsən bəy Zərdabinin yaratdığı Əkinçi qəzeti milli oyanış və tərəqqi tariximizdə bir başlanğıc sayılır. Müstəqilliyimizin bərpasında, sivil inkişafımızda mətbuatın rolunu orta məktəb şagirdindən tutmuş, ali məktəb tələbəsinə və hər bir Azərbaycan ziyalısına qədər xüsusi dəyərlə qiymətləndirirlər. Bu da Azərbaycan milli mətbuatını yaşadanlar üçün cəmiyyətin böyük bir etibarıdır. Cəmiyyət öz milli mediasından hadisələrin anındaca yüksək operativliklə və milli maraqlarımızın gözlənilməsi ilə əks olunmasını gözləyir və media ictimaiyyəti, jurnalistlər xalqın bu etimadını, bu gözləntisini inamla doğruldurlar. Bu əlamətlər gündə Azərbaycan milli mətbuatında yarım əsrə qədər bir dövrdə fəaliyyət göstərən bir qələm sahibi kimi, əməkdar jurnalist kimi xalqımızı, həmkarlarımızı, milli mətbuatımızın yaranmasının ildönümü, Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm və həmkarlarıma yeni yaradıcılıq uğurları arzu edirəm. Naxçıvan televiziyası hələ olmamışdan əvvəl də, eyni zamanda Naxçıvanın özünün xüsusi radiosu olanda da mənim yaxşı adımdadır ki, aparılan verilişlərin demək olar ki, əksəriyyəti Azərbaycan dilində gedirdi və Azərbaycan dilinin ən incəliklərinə qədər o dövrdən o verilişlərdə qorunub saxlanılmışdı, indi də saxlanılacaqdır. Mən niyə bölmüşü mətbuat gününü Azərbaycan dilini əlaqələndirmək istəyirəm ki, bizim milli mətbuat sözünü işlədəndə istər-istəməz ana dilimizin inkişafını da mətbuatla bir yerdə bağlayırıq. Naxçıvan mətbuat işçiləri, Naxçıvan mətbuatı o çətin dövrlərdə Azərbaycanın müstəqillik qazanmasının başlanğıc dövrlərində, Naxçıvanın blokadada olan bir dövrdə mətbuat orqanları oradakı prosesləri, ümumiyyətlə Respublikamızda, dünyada gedən proseslərin işıqlandırılmasında indiki kimi deyərdim ki, xüsusi deməli, yanaşma ilə, öz dəstək xətləri ilə həmən dövrlərə öz münasibətlərini bildirdilər. Sizin yaradıcı əməyinizə, mən niyə yaradıcı deyirəm, hər bir veriliş, hər bir məqalə müəyyən yaradıcılıq elementləri kimi qiymətləndirilməlidir. Yaradıcılıq işlərində sizə müvəffəqiyyətlər arzulayıram. Eyni zamanda Naxçıvan tamaşaçılarını da təbrik etmək istəyirəm ki, bizim belə mətbuat günündə Naxçıvan televiziyası, radiosu, Naxçıvanda çalışan mətbuat işçiləri sizi dolğun, zəngin, deməli, öz aktuallığına görə fərqlənən verilişlərlə daha çox təmin etsinlər. Bir daha sinanınızı təbrik edirəm. Azərbaycanın azadlıq mübarizəsində, müstəqilliyi uğrunda mübarizədə Naxçıvanda bir neçə qəzet çıxdı. O qəzetlər icazəsiz nəşrlər sayılırdı. Bir var hökumətin pul verib çap elədiyi, bir də var hökumətin qadağan elədiyi nəşrlər. Onlar içərisində Varlıq var idi, Haray var idi, İstiqlal var idi, İki Sahil var idi, Ordubad var idi, Oyanış var idi və bunların davamınca həmkarların Ağrı Dağ qəzeti çap olundu. Yəni, rəsmi dövlətin pulunla çap olunan qəzetləri oxuyan olmadığı halda, necə deyərlər, ondan kağız kimi istifadə elədikləri halda, Naxçıvanda çap olunan icazəsiz nəşrləri bir qəzeti bəzən 8-10 adam oxuyurdu. O qəzet yalnız Naxçıvan MSR-də çap olunmurdu. O, Azərbaycanın müxtəlif bölgələrində gizli çap olunurdu və Azərbaycanın hər yerinə, bütün rayonlarına 3-5 nüsxə də olsa çatdırılırdı. Bilirdik ki, o 3-5 nüsxə bütün rayonda ictimai fikri formalaşdıracaq. Onunla yanaşı, biz o qəzetləri məhdud şəraitdə Sibirə, Rusiya, Türk respublikaları var idi də
indi də onlar var. Şimali Qafqaza, hətta Yakutiyaya belə göndərirdik. Həmin o qəzetlər Azərbaycanın ictimai fikrinin formalaşmasında, milli azadlıq uğrunda mübarizədə böyük rol oynadılar. Mən o qəzetləri min bir zəhmətlə, təqiblə çap edən jurnalistləri də təbrik edirəm, onlara da uğurlar arzulayıram. Düz 151 il bundan öncə Həsən bəy Zərdabinin Əkinçi qəzetinin ilk nüsxəsinin nəşri ilə Azərbaycanda milli mətbuatın başlanğıcı nöqtəsi sayılır. Mən bu münasibətlə bütün mətbuat işçilərini ürəkdən təbrik edirəm. Onlara işlərində uğurlar, müvəffəqiyyətlər və yeni nailiyyətlər arzu edirəm.